Paytaxtda fəaliyyət göstərən daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb. Bu dəfə nöqsanlar Yasamal rayonunda yerləşən və vətəndaşların ən çox üst tutduğu məkanlardan birində qeydə alınıb. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən obyektin fəaliyyəti dayandırılıb. Yemək üçün restoranlara üst tutsaq da onun keyfiyyətindən çox vaxt xəbərsiz oluruq. Bəzi restoran sahibləri də bundan istifadə edir. Arxa planda nələrin baş verdiyini isə ancaq yoxlamalardan sonra öyrənə bilirik. Aktanın bu dəfə yoxlama apardığı restoran Yasamal rayonu Mikail Müşfiq küçəsində yerləşən Füzulət İsmailova məxsus Qurd Qapısı restoranıdır. Yoxlama zamanı müəssisədə sanitar texniki və sanitar gigiyenik tələblərə əməl olunmadığı, emal sahəsində texnoloji ardıcıllıq prinsipinin pozulduğu, qida məhsullarının saxlaması ilə bağlı tələblərin yerinə yetirilmədiyi, soyuducu və dondurucuda müxtəlif ət məhsullarının çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı üzə çıxıb. Bundan başqa quru xammal anbarının və işçilər üçün soyunub geyinmə sahəsinin təşkil olunmadığı, qida ilə təmasda olan sətlərin asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi də müəyyən edilib. Müəyyən nöqsanlar var, onları aradan qaldırmaqdan ötürü tədbirlər görürük. Ciddi bir nöqsan da olmayıb, elə bir şey də olmayıbdır. Təlimata uyğun təmizlik işləri də bunlarda aparılır. Yoxlama zamanı yeməklərin hazırlanması və emalı sahəsində mexaniki havalandırma sisteminin quraşdırılmadığı, emal sahəsində divarların tamlığının pozulduğu, soyuducu rəflərdə korroziya əlamətlərinin olduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimə cəlb olunmadığı, həmçinin istehlaka təqdim edilən ətlərin müvafiq müşayiət edici sənədlərinin olmadığı aşkarlanıb. Müəssisədə aşkar olmuş nöqsanlar aradan qaldırılana dək müvəqqəti olaraq fəaliyyətinə məhdudiyyət qoyulmuşdur. Eyni zamanda müəssisədə hazırlanmış qida məhsullarından nümunələr götürülərək müvafiq laboratoriyalara təqdim olunmuşdur. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib. Bəyim Mahir qızı Məmmədvəli Zeynalxanov, Fidan Səfər, SPS xəbər.